Salam əziz müəllimlər. Bu günləri də sizə onlayn şəkildə ala biləcəyimiz beynəlxalq səviyyədə tanınan TESOL kursu haqqında məlumat vermək istəyirəm. Bu TESOL kursu necə əldə olunur? Gəlin ətraflı izah edim. Kursun adı, onlayn şəkildə olan kursumuzun adı World TESOL Academy'dir. Burada biz klik edirik və öncə biz nə etməliyik? Qeydiyyatdan keçməliyik. Qeydiyyatdan keçmək, belə qeyd edim ki, pulsuzdur, amma kursu qeyd olub, daha sonra onu oxuyub bitirmək üçün biz pul ödəməliyik. Yəni bunun üçün biz öncədən ödəniş etməliyik və qeyd edim ki, burada müxtəlif kurslar var. Gəlin əsasına qeyd olaq. Burada rəsmi şəkildə tanınan TESOL and TOEFL kursu 120 saatlıq kursumuz var və yaxud 5 diplomlar var və yaxud belə deyək, digər kurslar haqqında məlumat istəyirsə, kurslar bölməsinə daxil olub, burada müxtəlif kurslardan məlumat əldə edə bilərik. Yalnız məsələn üçün 80 saatlıq kursumuz var, 60-70 saatlıq və sırf TOEFL və yaxud TEOL və yaxud TESOL sertifikatları əldə etmək üçün kurslarımız var və belə deyək ki, mən öz aldığım kursun detalları haqqında sizinlə məlumat bölüşmək istəyirəm. Mənim əldə etdiyim sertifikat, baxın, bu TESOL kursu idi, TESOL and TOEFL kursu idi. 120 saatdan ibarətdir və burada mən öz məlumatlarımı qeyd etmişəm deyə, məlumatlarımı da görürsünüz. Burada 120 saat mən 49 dollara olan kursa qoşulmuşdum və bu qoşulduqdan sonra, ödəniş etdikdən sonra kursun modulları gəlir və bu modullarda siz nələr öyrənəcəksiniz. Burada sizə nümunə kimi sadəcə olaraq verir. Amma qeyd edim ki, bu artıq mən kursu əldə etdiyimə görə sizə bunun ətraflı şəkildə, detallı şəkildə mən sizə izah edə bilməyəcəyəm. Çox təəssüflər olsun ki, o proses gedə-gedə bunu çəkib sizə göstərmək yadımdan çıxıb. Burada da kurslar necə olur, necə oxunur və yaxud nələr əldə edə bilərik, bunlar haqqında da məlumatlar var. Necə istifadə olunur hətta, bunlar haqqında da məlumat verilir. Start your kursa baxaq görə bəlkə sizi göstərə bilərəmmi? Xeyr. Çox təəssüf olsun ki, burada hansı formada kurslardır, neçəyədir və yaxud hətta bunun siz belə deyək, kağız versiyasını əldə etmək istəyirsinizsə, əlavə ödəniş edib 10 dollar idi, səhv etmirəmsə, onu ödəniş edib, siz onu rəsmi şəkildə olan sertifikatı əldə edə bilərsiniz. Bu mənim tamamladığım kursu yalnız bir dənəsinə, hansını kilidi açıqdırsa, onu mən sizə göstərə bilərəm. Burada detallı şəkildə izahlar eləyir ilkin bölməsində. Daha sonra nə deməkdir bu TESOL kursu, bu haqda məlumat verir. Sonra burada kurslar, bölmələr bitdikcə bizim quizlərimiz var. Quizlərimizi keçirik. Bunlar haqqında məlumat verilir. Məsələn üçün, Life as an English videolar var. Videoları dinləyib daha sonra quizlərdən keçə bilərsiniz. Bu birinci sadəcə unit açıq olduğuna görə mən sadəcə bunu sizə göstərə bildim. Çox təəssüf ki, mən proqramı əldə etdiyim sürəcdə siz üçün bunu çəkməmişəm. Yəni daha sonra çəkmək yadıma düşdü ki, sizlərlə də bunu belə maraqlı və gözəl bir kursu sizlə paylaşım.
Qeyd edim ki, TESOL kursları Azərbaycanda canlı şəkildə də keçilir, müəyyən məbləğlərdədir. Daha sonra həmin kursları yüksək ballarla bitirən məzunlara xüsusi təkliflər də olunur. Yəni necə deyirlər, hansısa bir təlimlərdə, tədbirlərdə iştiraka dəvət olunur və yaxud belə deyək, o kursların bəziləri, bir çox Azərbaycanın belə deyək, beynəlxalq məktəblərində və yaxud beynəlxalq məktəblərdə, beynəlxalq kurslarda rəsmi şəkildə tanınır. Bu kurs özü də beynəlxalq şəkildə ingilis dili onlayn müəllim kimi fəaliyyət göstərməkdə tanınır və belə deyək, çox dəstək olunur. Və deyirsiniz ki, burada niyə sertifikat peyda olunmayıb? Sertifikat əvvəl burada görünürdü, hal-hazırda görünmür. Amma kimi elimizə də bu haqda məlumat gəlir və siz pulu ödədikdən sonra narahat olmayın ki, biz əldə edə bilməyəcəyik bunu. Amma mən şəxsən özüm rəsmi şəkildə əldə etmişəm və heç bir narahatçılığı yoxdur. Əsasən burada sertifikatın olmasının belə deyək, önəmindən çox buradan əldə etdiyimiz biliklər bizə önəmlidir. Deyərdim ki, mən həm Arizona Dövlət Universitetinin TESOL proqramına qoşulmuşam. Orada tələblər bundan daha çox ağırdır. Çünki orada siz həm videolar çəkməlisiniz, həm dərs planları hazırlamalısınız. Amma burada isə daha çox belə deyək, nəzəri biliklərindən zəngin olan bir kursdur. Çox maraqlıdır, qeyd edim ki, və siz yəni bu kursa qoşulduqdan sonra öz məktəbdə müəllim kimi maraqlı, faydalı biliklər əldə edib və dərsin idarə edilməsinə bir çox yollar, üsullar, metodlar əldə edərək getmiş olacaqsınız və belə deyək, müddəti isə mənə gəlir ki, bunu tam dəqiq yadımda deyil. Ödəniş etdikdən sonra burada kursu hansı müddət ərzində bitirib və sertifikatınızı əldə edə bilərsiniz deyə məlumat da sizə mailinizə göndərilir. İndi mən sizə həmin sertifikatımı da göstərmək istəyirəm ki, siz narahat olmayasınız və bu sertifikatın dediyim kimi yenə də sertifikatın özünün kağız olaraq belə deyirsiniz ki, nə önəmi var? Bunun sadəcə önəmi əsasən dediyim kimi, baxın, akreditə olunmuş sertifikat bu formadadır və rəsmi belə deyək, imzalı, nömrəli şəkildə bizə göndərilir. Bu formada siz də hər biriniz TESOL sertifikatı onlayn şəkildə heç bir yerə getmədən öyrənə bilər və əldə edə bilərsiniz. Dərslər video formatındadır və yaxud nəzəri formadadır və quizlər verilir dediyim kimi və daha quizləri yüksək ballarla tamamladıqdan sonra sertifikatınız sizə e-mailinizə və dashboardunuza yüklənir. Əgər sizə də belə kurslar maraqlıdırsa, komment yazın, paylaşın. Növbəti maraqlı kurslarımızda görüşənə qədər. Sağ olun.